Salam əziz abituriyentlər. Həmişə şagirdlərim mənə sual verir ki, müəllim, riyaziyyat bizim həyatımızda nəyə lazımdır? Bugün həmin sahələrdən birini sizin üçün misal göstərəcəm. Restoranların birində 20 sm diametrində pizza 11 manata, 30 sm diametrində pizza isə 18 manata təklif olunur. Sizcə 20 sm diametrində pizzadan 2 ədəd alan daha düzgün qərar verər, yoxsa diametri 30 sm olan pizzadan 1 ədəd alan daha doğru qərar vermiş olar? Gəlin əvvəlcə məsələnin şərtinə uyğun düsturumuzu tətbiq edək. Bilirik ki, S bərabərdir pi r kvadratı dairənin sahə düsturudur. Birinci pizzamızın diametri 2r bərabərdir, demək ki 20 sm, o da bərabərdir, demək radiusumuz 10 sm olduğunu alırıq. Onda birinci pizzamızın sahəsi S1 bərabərdir, pi vurulsun 10-un kvadratı bərabərdir 100 pi santimetrin kvadratıdır və mən 2 ədəd aldığıma görə həmin qiyməti 2-yə vursaq 2S1 bərabərdir 2 vurulsun 100 bərabər 100 pi, daha doğrusu o da olunacaq 200 pi santimetrin kvadratı. İkinci pizzamızın sahəsini təyin etsək, demək S2 bərabərdir. Demək buradan əvvəlcə radiusu təyin edək. Demək 2r bərabərdir 30 yazsaq, radiusumuz bərabərdir 15 santimetrə. İndi sahəsini tapsaq, S2 bərabərdir pi vuraq 15-in kvadratı bərabərdir 225 pi santimetrin kvadratı. Demək, birinci pizzadan 2 ədəd alaramsa, 11 vurulsun 2 bizə verəcək 22 manat. Sahəsi isə 200 pi santimetrin kvadratı. İkinci pizza isə 18 manatdır. Sahəsi isə 225 pi santimetrin kvadratı. Demək mən 22 çıxaq 18 bərabərdir 4. Demək, ikinci pizzadan, yəni diametri böyük olan pizzadan 1 ədəd alsam, həm 4 manat qənaət etmiş olacam, həm də sahəsi daha çox olan pizza almış olacam.